son ilahi rəsul və ilahi elm sahibi olan Həzrət Muhammed Peyğəmbər sallavatullahın elmindən faydalanan dostları və səhabələri var idi. İmam Əli əleyhissalam da bu səhabələrdən biri idi. Həzrət Əli möcüzəvi bir şəkildə Kəbə evində dünyaya gələn yeganə insandır. O Həzrətin atasının adı Əbu Talib idi. Əbu Talib son ilahi Peyğəmbərin əmisi və Həzrət Məhəmməd Peyğəmbər sallavatullahı 8 yaşından etibarən himayə edən şəxs idi. Əbu Talib Həzrət Peyğəmbərin risaləti başladıqdan sonra Qureyş kafirlərinə qarşı o Həzrətin ən böyük dəstəkçisi idi. Əbu Talib ömrünün sonuna qədər öz həyatını Həzrət Peyğəmbərin risalətinə həsr etdi. İmam Əli də uşaqlıq illərindən etibarən Həzrət Peyğəmbərin nəzarətində oldu və Allahın Rəsulu o Həzrəti şəxsən özü təlim və tərbiyə etdi. Həzrət Əli İslam Peyğəmbərinin dəvətini qəbul edən ilk insan idi. Hicrətin əvvəlində və Məkkəli böyüklərin İslama dəvət edildiyi ilk vaxtlarda Allahın Rəsulu sallallahu İmam Əli haqqında belə buyurdu: Ey qohumlarım, bilin ki, Əli mənim qardaşım və sizin aranızda mənim varisimdir. Allahın Rəsulu Mədinəyə hicrət etdikdən sonra İmam Əliyə Məkkədəki təmsilçisi olaraq xalqın ona əmanət etdiyi əmanətləri sahiblərinə qaytarmağı tapşırdı. 40 nəfər silahlı şəxs Həzrət Rəsulullaha sui-qəsd təşkil etmək istədikləri gecədə də Həzrət Əli o Həzrətin əvəzində onun yerində yatmağı qəbul edərək Rəsulullahın həyatını qurtardı. İmam Əli Uhud döyüşündə Allahın Rəsulunu qorumaq üçün elə bir fədakarlıq göstərdi ki, Həzrət Cəbrail əleyhissalam nazil olub belə dedi: Əlinin sərgilədiyi fədakarlıq bütün fədakarlıqların zirvəsidir. Allahın Rəsulu isə cavabında buyurdu: Mən ondanam və o da məndəndir. 9 mühüm düşmən Həzrət Əlinin əli ilə həlak olduqdan sonra səmadan bir nida eşidildi. Heç bir igid Əli kimi və heç bir qılınc isə Zülfüqar kimi ola bilməz. İmam Əli Əhzab döyüşündə Ərəb aləminin ən böyük döyüşçüsü Əmr ibn Əbdəvidə qalib gələrək İslamı yox olmaqdan xilas etdi. İslam Peyğəmbəri bu hadisə haqqında belə buyurmuşdur: Xəndək günü Əlinin zərbəsi bütün cinlərin və insanların ibadətlərinin hamısından üstündür. Xeybər döyüşündə müsəlmanlar düşmənin ən güclü qalasını fəth etməkdə çətinlik yaşadıqlarında və İslam ordusunun komandirləri bir neçə gün sonra zəfərdən ümidlərini kəsərək İslam Peyğəmbərinin hüzuruna geri döndüklərində Allahın elçisi belə buyurdu: Sabah bayrağı savaşdan heç vaxt qaçmayan və düşmənə arxa çevirməyən birinə verəcəm. O, Allah Taala və Peyğəmbərinin sevdiyi şəxsdir və Allah bu qapını onun əli ilə açacaqdır. Ertəsi gün Allahın Rəsulu sallallahu bayrağı Həzrət Əliyə verdi və o Həzrət də möcüzəvi bir şəkildə Xeybər qalasını fəth etdi. Hicrətdən sonra Həzrət Peyğəmbər sallallahu mühacirlərlə ənsar arasında 2-2 olmaqla qarşılıqlı qardaşlıq əhdi bağladı. Ən sonda Həzrət Əli tək qalmışdı. İmam Əli Allah Rəsulundan bunun səbəbini soruşdu. Həzrət Rəsulullah belə buyurdu: Sən mənim bu dünyada və axirətdəki qardaşımsan. Məni haqlı olaraq vəkil edən Allaha and olsun ki, sənin qardaşlıq əhdini səni özüm üçün seçmək məqsədi ilə ertələdim. Bu qardaşlıq 2 dünyanı əhatə edəcək qədər genişdir. İslam Peyğəmbəri bütün aləmlərin xanımlar xanımı olan və əzizə olan qızı xanım Fatiməni ilahi icazə və fərmanla Həzrət Əli ilə evləndirdi. Allahın Rəsulu sallallahu Həzrət Əli, qızı xanım Fatimə-i Zəhra və nəvələri İmam Həsən və İmam Hüseyni özü ilə birlikdə Nəcranlı xristianların başçıları ilə mübahiləyə götürdü və onları özünün əhl-i beytə elan etdi. İslam Peyğəmbərinin qapısının Mədinə məscidinə açılmasına icazə verdiyi tək ev Həzrət Əlinin evi idi. Bu məsələ ilə bağlı Allah Rəsuluna etiraz edən bəzi səhabələrə o Həzrət belə buyurdu:
Allah mənə Əlinin evindən başqa məscidə açılan bütün qapıları bağlamağımı əmr etdi və mən bir qapının bağlanmasını və ya açıq qalmasını qətiyyən özümdən əmr etmədim. Mən bu cür mövzularda Allahın əmrinə itaat edirəm. İmam Əli vəhiy katiblərindən və hafizlərindən biri idi. Əlavə olaraq o həzrət Rəsulullahın katibi və köməkçisi idi. Allah Rəsulu səhabələrdən birini Tövbə, Bəraət surəsinin ayələrini oxumaq üçün Məkkəyə göndərən zaman o həzrətə vəhiy nazil oldu. Bu ayələri Peyğəmbər və ya ondan olan biri xalqa çatdırmalı və bu iki şəxsdən başqa heç kimin bu iş üçün səlahiyyəti yoxdur. Buna görə də Allahın Rəsulu İmam Əlini Məkkəyə yolladı və həmin şəxs yolun ortasından Mədinəyə geri döndü. Allahın Rəsulu son həcc ziyarətindən qayıdan zaman Qədirxunda müsəlmanlara İmam Əlini öz varisi olaraq tanıtdırdı və belə buyurdu: Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Orada olan bütün səhabələr Həzrəti Əlini təbrik edərək ona beyyət etdi. Ramazan ayının 19-da İmam Əli Küfə məscidinin mehrabında və namaz əsnasında səcdədə olarkən aldığı qılınc zərbəsi ilə yaralandı və Ramazan ayının 21-də Haqqın rəhmətinə qovuşdu. İslam Peyğəmbəri Həzrəti Əli haqqında belə buyurub: Mən elmin şəhəriyəm və Əli onun qapısıdır. Kim elm öyrənmək istəyirsə, bu qapıdan daxil olmalıdır.